Deməli həmkarlar, DNT molekulunda guanin nukleotidlərin sayının, baxın, guanin nukleotidlərin sayının adenin nukleotidlərinin sayına nisbəti 1-in 3-ə kimidir. Əgər bu molekulda 1800 hidrogen rabitəsi varsa, onda timin nukleotidlərinin pentozalarının sayına olan nisbəti nəyə bərabərdir? Deməli, guanin nukleotidinin sayı, bax buradan yazıram, guanin nukleotidinin sayı adenin nukleotidinin sayına 3-ün 1-ə. Yəni, guanindən 1 pay var, adenindən 3 pay var. Bunu bildik. 1-in 3-ə də, yəni guanin nukleotidlərin sayı 1, adenin nukleotidlərin sayı da oldu 3. Yəni, guanindən 1 pay oldu, adenindən də 3 pay oldu. İndi aşağıda yazaq. Guanindən bir dənədir, yəni 1 pay. Adenindən də 3 paydır. 1, 2, 3. İndi molekul deyir. Bu mənim bir zəncirimdir. Guaninin qarşısında nə dayanacaq? Sitozin. 1, 2, 3 qat sitozin. Adenin nə qarşısında nə dayanacaq? Timin. 1. Adenin qarşısında nə dayanır? Timin. 2. Adenin qarşısında nə dayanır? Timin. 3. Deməli, molekulda bir dənə sitozin, 3 payda timin var. Elə buradan götürsək, guanin 1 paydısa, adenin 3 paydısa, deməli sitozin də 1 paydır, timin də 3 paydır. Çünki biz bilirik axı, guaninin sayı sitozinin sayına, adenin sayı da timinin sayına bərabərdir. İndi deyir, əgər bu molekulda 1800 hidrogen rabitəsi varsa, onda timin nukleotidlərinin pentozalarının sayına olan nisbəti. Əvvəlcə gəlin timini tapaq. Burada neçə timini var? 1 timin, 2 timin, 3 timin. Buradan yazıram. 3 dənə timin olanda ümumi neçə hidrogen rabitəsi olur? Guaninlə sitozin arasında 3, adeninlə timin arasında 2, yenə adeninlə timin arasında 2, yenə adeninlə timin arasında 2. Cəmi eləyir 9. Deməli 3 timin olanda 9 dənə ümumi hidrogen rabitəsi var. Və şərtdə verilən 1800 dənə hidrogen rabitəsi neçə timində olacaq? Buradan 3 timini 3'ü vururam 1800'ə, bölürəm 9'a. Tapdım 600. Yəni tənasübüm elə gedir də, hə. X də 9x bərabər 3 timin var, x bərabər 600. Aha. Buradan tapdıq ki, 3 dənə timin olanda 9, 1800 dənə hidrogen rabitəsi olanda deməli 600 dənə mənim timinim olur. 600'ü bildik. İndi mənə deyir ki, timin nukleotidlərin pentozaların sayına olan nisbəti. Siz də bilirsiniz ki, pentozaların sayı ümumi nukleotidlərin sayını bildirir də. Yəni, ümumi nukleotidimi bilməliyəm. İndi bunu pozaq, ümumi nukleotidi yazaq. Buradan timini tapdıq. 600'ü yadınızda saxlayırsınız. İndi ümumi nukleotidi tapmaq üçün yenə əlimizdə olan hidrogen rabitəsindən gedə bilərik. Məsələn, dedik guanin 1 paydır, qarşısında 3 hidrogen rabitəsi sitozin. Adenin də 3 pay idi, 3 pay. Qarşısında 2 hidrogen rabitəsi timin, 2 hidrogen rabitəsi timin, 2 hidrogen rabitəsi timin. Baxın, 2, 4, 6, 8. 8 dənə nukleotid olanda 9 dənə hidrogen rabitəsi olur. Bəs 1800 dənə hidrogen rabitəm neçə nukleotiddə olacaq? 2. Yəni, 8'i vuracaqsınız 1800'ə, böləcəksiniz 9'a. 8 vur 1800, böl 9. Deməli, ümumi nukleotidlərimin sayı 1600'dür. 1600 dənə nukleotidim varsa, elə 1600 dənə də pentozam var. İndi timin tapmışdım 600. 600'ün 1600'ə nisbəti. Buradan da 2 sıfırlar buradan gedir. 6 2'yə 3, 16 da 2'yə 8. Bu da düşür 3'ün 8'ə nisbəti. Bu formada. Sonra digərinə baxaq. Deyir, DNT-nin zəncirinin tərkibində oksigen olmayan azot əsası. Əvvəlcə yazın. Oksigen olmayan azot əsası adenindir. Azot əsasının əmələ gətirdiyi nukleotid olmazsa, yəni adenin olmazsa, onda bu zəncirdə timin ilə başlayıb guan ilə bitən tripletlərdən maksimum neçə növü amin dürüstü kodlaşdırar. Ümumiyyətcə siz bilirsiniz ki, DNT-də adenin, timin, sitozin, bir də guanin nukleotidi var. İndi adeninin qarşısında timin dayanır, timinin qarşısında adenin dayanır, sitozində guanin, guanində sitozin. İndi burada deyir ki, DNT zəncirində bu adenin yoxdur. Adenin yoxdursa, bunun qarşısında timin dayana bilməyəcək, axı timin də yoxdur. Yenə burada adenindir, burada da timin, deməli yoxdurlar. İndi DNT zəncirində
tərkibində oksigen olmayan azot əsasının əmələ gətirdiyi nukleotid olmazsa, yəni adenin olmazsa, onda bu zəncirdə timinlə başlayıb guaninlə bitən tripletlərdən maksimum neçə növü timinlə başlayıb, onda siz bunu elə adenini götürməyəcəksiniz. Necə? Baxın, adenin, guanin, sitozin, timin sonunu oxumadım mən. İndi adenin yoxdursa, yerdə qalır mənim 3 dənə nukleotidim. Və siz də bilirsiniz ki, adenin olanda 4 üst 3 birləşir. İndi adenin yoxdur, 3 üst 3 birləşəcək. Bu deyəcək 27. Yəni 27 kombinasiya əmələ gətirir. Bunun da guaninlə başlayana 9-u düşür, sitozinlə də başlayana 9-u düşür, timinlə də başlayana da 9-u düşür. İndi deyir ki, bu zəncirdə timinlə başlayıb guaninlə bitən və 3 dənədir. Bu timinlə başlayıb guaninlə bitən. Bunun 3-ü yarı-yarı yenə böləsiniz. 3-ü timinlə başlayıb timinlə bitəcək. 3-ü timinlə başlayıb sitozinlə bitəcək. 3-ü də timinlə başlayıb guaninlə bitəcək. Deməli 3 dənəsidir. Yenə 9 aralarında düşəndə neçə düşür? 3-3 düşür. Bu da belə. Sonra DNT molekulunda, bu komplementarlıqda deyir. İndi deyir DNT molekulunda timin olmazsa, onda bu molekuldan RNT-nin sintezi zamanı transkripsiya prosesində neçə növ nukleotid iştirak edər? Bax, bu fərz edin birinci zəncirimdir, bu ikinci zəncirimdir, bu DNT molekulumdur. Üçüncüm də məlumat, yəni RMT-dir, bu da RNT-dir. İndi buradan yazaq. Timindirsə, bunun qarşısında adenin, adeninin qarşısında timin olmalıydı, urasil olur. Daha sonra adenindirsə, tutalım, qarşısında timin dayanmalıdır, burada adenin olacaq. Guanindirsə qarşısında sitozin, sitozinin qarşısında guanin. Sitozin, guanin, sitozin. İndi deyir ki, DNT molekulunda timin olmazsa, bax, timin yoxdur. Onda bu molekulda RNT-nin sintezi zamanı transkripsiya prosesində neçə növ nukleotid iştirak edər? Neçə növ? Baxın, bu timin yoxdur. Deməli, timin yoxdursa, DNT-də komplementarlıq qarşısında adenin durmayacaq. Yenə timin yoxdursa, deməli adenin də yoxdur. Gəlirik bura. Burada da adenin timinin qarşısında durmalıydı da, yoxdur. İndi neçə növ deyir transkripsiyada? Neçə növ nukleotid iştirak edər? Baxın, sitozinlə guanin bu bir növ, iki növ. İndi burada urasil də olmayacaq da. Çünki bilirsiniz ki, urasil hər zaman adeninin qarşısında dayanır. İndi urasil də yoxdur. Mənim timinim yoxdursa DNT molekulumda, onun qarşısındakı adenin də olmayacaq. Adenin də yoxdursa urasil də olmayacaq. İndi siz də bilirsiniz ki, nukleotid növü deyəndə DNT-nin öz nukleotidini götürün. Məlumat RNT-sində öz nukleotidin. Sitozinlə guanin, indi bax, guanin, DNT-də olduğu üçün bir növ budur. Sitozin, DNT-də olduğu üçün də bir növ budur. DNT-də cəmi 2 növ nukleotid. Guaninlə sitozin, bu da məlumat RNT-sidir. Burada da cəmi 2 növ. Deməli, ümumi cəmi 2 növ nukleotid iştirak edir. Başa düşdük burasında növün soruşanda. Yəni, guaninlə sitozin DNT-də, guaninlə sitozin də RNT-də fərqli-fərqli nukleotidlərdir. Cəmi də deyəndə 4 növ deyəsiniz. Çünki nukleotid DNT-nin özünün nukleotidi var. Niyə deyirik ki, 8 növ nukleotidimiz var, 5 növ azotlu əsasımız var. Bunu niyə deyirik? Çünki azotlu əsasımız adenin, guanin, sitozin, timin, urasildir. Amma nukleotidimiz adenin, guanin, sitozin, timin, DNT-nin nukleotididir. Adenin, guanin, sitozin, urasildə RNT-nin nukleotididir. Və bu niyə fərqlənir? Elə buradan yazmışdan yazıb. Bir dənə nukleotidim azotlu əsasdan, karbohidratdan, bir də ortofosfat turşusu qalığından ibarətdir. Bax, bu üçü bir yerdə əmələ gətirir nukleotidi. Nukleotid. Ona görə də bunun, məsələn, DNT-də tutalım adenin nukleotididir. Bu DNT-nin adenin nukleotidinin karbohidratı dezoksiriboz olacaq. Amma RNT-nin karbohidratı riboza olacaq. Ona görə nukleotid biri-birindən fərqlənir. Amma burada verilən bu azotlu əsas hamısında eynidir. Ona görə azotlu əsas biri-birindən fərqlənmir. Sonra RNT molekulu 20-30 dəfə yığılmasında iştirak edən maddə. 20-30 dəfə yığılmasında iştirak edən maddə ATF-dir. Və deyir, iştirak edən maddənin tərkibinə daxil olan azot əsası. ATF də bir dənə azot əsas, adenin azotlu əsasından, bir dənə karbohidratdan, 3 dənə də ortofosfat turşusundan ibarətdir. İndi bunda iştirak eləyir adenin azotlu əsası.
Deyir, RNT molekullarında əzələlərin 20-30 dəfə yığılmasında iştirak edən maddənin tərkibinə daxil olan azot əsası olmazsa, yəni adenin olmazsa, onda bu molekulda amin turşusunu kodlaşdıran tripletin neçə növü guaninlə bitir? Aha. İndi bunun adenini yoxdur. Ümumicə RNT molekulda. Siz də bilirsiniz ki, RNT adenin, guanin, sitozin, urasil. Bunu bu formada götürürük. İndi bu molekulda kodlaşdıran deyir. Adenin yoxdur. Yerdə qalır üçü. Guanin, sitozin, urasil. Artıq transkripsiya prosesi demir deyə bunun komplementarını götürmürəm. Elə kodlaşdırır deyir deyə bu formada gedirəm. Burada qalır üçü. Bu da 3-3 birləşib əmələ gətirir 27 kombinasiya. Bunun guaninə 9-u düşür, sitozinə də 9-u düşür, urasilə də 9-u düşür. İndi bu molekulda amin turşusu kodlaşdıran tripletidin neçə növü guanin ilə bitir? Elə 9-u. Adından verildi ki 9-u. Amma desəydi, neçə növü məsələn guanin ilə başlayıb urasil ilə bitir, onda 3 götürəcəydiniz. Nə ilə başlayıb, nə ilə bitir deyəndə 9-u da bölürsən 3-3 düşür. Amma nə ilə başlayır deyib dayanırsa, buradakı 9-la götürürsən. Nə ilə bitir deyirsə, buradakı ilə götürürsən. Amma başlamağı da, bitməyi də bir yerdə soruşursa, onda bu 9-u 3-ü guaninlə başlayıb tutalım sitozinlə bitir, 3-ü sitozinlə başlayıb nə iləsə bitir, 3-ü də urasillə başlayıb nə iləsə bitir. Yəni başlayan sayı soruşursa, başlayanla bitəni eyni anda soruşursa, onu da bölürsən yarıya. Amma elə tək başlayanı, tək bitəni soruşanda elə verilmiş rəqəm olaraq da qalır. Burada da 9 verilmişdi. Daha sonra digər məsələyə keçirik. Deyir ki, DNT molekulunda, bir dəqiqə gözləyin. Onu burada yazmışam. Çəkim sizə atım bəlkə onu. Gəlin elə buradan gedək. DNT molekulunda 2 qat hidrogen rabitələrin sayı, 3 qat rabitələrin nisbəti. Aha, baxın. Burada adeninlə timin arasında 2 qat hidrogen rabitə var. Guaninlə sitozin arasında 3 qat. Baxın, bu adeninlə timin arasında bax bu bir dənə 2 qat hidrogen rabitəsidir. Bu bir dənə də 3 qat hidrogen rabitəsidir. Sadəcə adeninlə timin komplementar olmaq üçün 2 hidrogen rabitəsi iştirak edir. Guaninlə sitozində də 3. Amma say olaraq burada adeninlə timinin arasında bir dənə 2 qat hidrogen rabitəsi var. Guaninlə sitozinin arasında da bir dənə 3 qat hidrogen rabitəsi var. İndi deyir ki, DNT molekulunda 2 qat hidrogen rabitələrinin sayı, yəni ümumi adeninlə timinin sayı 3 qat hidrogen rabitələrinə nisbəti, 3 qat da ümumi guaninlə sitozinə nisbəti. Bunu tək pozmaq olmur. Aha. Adeninlə timinin sayı guaninlə sitozinə nisbəti 3-ün 4-dədir. Yəni 3 dənə 2 qat hidrogen rabitəm var. 4 dənə də indi bunu necə yazaq? 3-ün 4-dəni bildik. Yəni bax adeninlə timin. Bu bir dənə 2 qat rabitəm. Adeninlə timin. Bu 2 dənə 2 qat rabitəm. Adeninlə timin. Bu da 3 dənə 2 qat rabitəm. Çünki 2 qat hidrogen rabitələrinin bu formada deyir. Amma desəydi hidrogen rabitələrinin sayı onda siz dediyimiz bu dimdəki kimi gedərdik. Burada sadəcə sayın deyir. İndi burada 3-ün. İndi guaninlə sitozin. Bax 1, 2, 3. Bu bir dənə hidrogen rabitəm. Guaninlə sitozin. Bu 2 dənə hidrogen. Guaninlə sitozin məsələnin şərtində 4 dənə verib. Bu 3 dənə. Guaninlə sitozin 1, 2, 3. Bu da 4 dənə. Aha. Deyir hidrogen kimidir və DNT molekulunda 4-9 hidrogen rabitəsi olduğunu nəzərə alaraq. Bu DNT-nin 3 dəfə ardıcıl ikiləşməsi zamanı ətraf mühitdən neçə sitozin nukleidi iştirak edər? Aha. Ümumi bu molekulu yazdıq. Burada neçə dənə sitozin var? 1, 2, 3, 4. 4 dənə sitozin olanda sitozin nə qədər rabitə olur? Yəni ümumdükcə sayasız. Çünki görürsünüz DNT molekulunda 9 hidrogen rabitəsi olduğunu nəzərə alaraq artıq ortanı sayasız. 2 qat hidrogen deyir, sayın deyir. Ona görə bunu bir-bir götürürəm. Amma sonda deyir ki, molekulda 9 hidrogen rabitəsi olduğunu nəzərə alaraq. İndi sayın. 2 burada 2, 4, 6. 3 burada eləyir 9. 3 burada eləyir 12. 3 burada eləyir 15. 3 də burada eləyir 18. Deməli 4 dənə sitozin olanda 18 hidrogen rabitəsi var. Görürsünüz hidrogen rabitəsi dedim. Demirəm 2 qat hidrogen. Sadəcə deyirəm hidrogen.
2 qat hidrogen deyəndə bununla bunun arasındakı 2 qat 1 götürülür. 3 qat deyəndə guaninlə sitozinin arasındakı 1 götürülür. Amma gördünüz mən sayıram deyirəm 18 dənə hidrogen. Artıq bunu tək-tək götürürəm ona görə. Məsələnin şərtində 9 hidrogen verəndə mənim nə qədər sitozinim olacaq? 2. Buradan bunu tapıram. 900-ü vuracam 4-ə, böləcəm 18-ə. Tapdım ki, mənim 200 dənə nəyim var? Sitozinim var. Bunu bildik. İndi keçək arxasına. Deyir DNT-nin 3 dəfə ardıcıl ikiləşməsi zamanı. DNT neçə dəfə ardıcıl? 3 dəfə ardıcıl ikiləşməsi zamanı 2 üstü 3 nə eləyir? 8. Aha. 3 dəfə ardıcıl ikiləşməsi zamanı ətraf mühitdən neçə sitozin? Mühit deyəndə bu 8-in birini çıxıram, 7-də qalır 7-si. 7-si mühitdir, biri ana zəncirdir. Tapdığım sitozini 200-ü də vururam 7-yə. Bu da eləyir 1400. Deməli 1400 mühitdən sitozin iştirak eləyib. Bu 8-in birisiz niyə çıxdım? Fərz edin ki, bu DNT-dir. Bu anamdır, mənim anam. Bu DNT qırılır, bundan yeni zəncir əmələ gəlir, bundan yeni zəncir əmələ gəlir. Bu bir dənə çıxdığım ana molekuldur. Bu qırılanı çıxıram. Ona görə 7-si qalır. Mühit deyəndə. Amma ümumi zəncirdə desəydi, ümumi, onda elə 8-i vuracaqdım. Mühit dediyi üçün birini çıxıb vururam. Sonra burada sizə bir dənə də məsələ atmışdım, 39. Deyir, nə qədər karbohidratın tam parçalanmasından əmələ gələn enerjinin miqdarı 450 qram yağın tam parçalanmasından əmələ gələn enerjiyə bərabərdir. Siz bilirsiniz ki, 1 qram, çünki yağı verib yağla gedin. Yağ parçalananda 38,9 kilojoule enerji. Bəs 450 qram yağ parçalananda nə qədər? 2. Bu 450-ni vuracaqsınız 38,9-a. Nə eləyir? 17.505 kilojoule. İndi səndən karbohidratı soruşur. 1 qram karbohidrat parçalananda 17,6 kilojoule. Bəs bu 17.505 kilojoule enerji neçə qram karbohidratdan parçalanacaq? 2. Çəkir, çəkir. Aha, bunu da buradan tapacaqsınız asan formada. Bir dənə də məsələ var idi, onu deyəsən sizə atmamışam. Qoyun bir dənə baxım görüm qaleriyama. Bir dəqiqə gözləyin, bir dəqiqə. Nə deyir? Baxın, gəlin bir-bir dedikcə yazaq. Burada ümumi göstərəcəklərim var, ona görə deyirəm yazağın. Bu nə də çıxdı? Aha. Deyir ki, sitozinlə başlayıb guaninlə bitən DNT zəncirində nukleotidlər arası hidrogen rabitələrin sayı 219-dur. Nukleotidlər arası. Baxın, zəncirimizi yazaq. Bu DNT zəncirimdir. Sitozinlə başlayır, guaninlə bitir. Tez bunu yazıram. Sitozinlə guaninin arasında 3 qat hidrogen rabitəsi, guaninlə sitozin arasında da 3 qat hidrogen rabitəsi. Bunu yazdım. İndi deyir ki, sitozinlə başlayıb guaninlə bitən DNT zəncirində nukleotidlər arası hidrogen rabitənin sayı 219-dur. Yəni, ümumi 219 hidrogen rabitəm var. Mən də belə bir düsturum var ki, M-1 buradan nukleotidi tapmaq istəyirəm bir dənə zəncirdə. M-1 bərabərdir 219, N də bərabərdir 220. Bu tapdığım 220 nukleotiddir, amma bir zəncirdə. Məndə də məsələnin şərtində, çünki deyir də zəncirində, yəni DNT-nin zəncirində rabitə 219-dur. Bir dənə zəncirdə deyir, ha. Sonra tapdım ki, bir dənə zəncirdə 220 nukleotid var. İndi arxasını oxuyuram. Əgər bu molekulda 4 rabitə əmələ gətirən nukleotidin sayı 5 rabitə əmələ gətirən nukleotidin sayına 4/7 kimidir. Onda bu DNT-nin ikiləşməsi zamanı qırılan və əmələ gələn rabitələrin cəmi nəyə bərabərdir? Həm qırılanı soruşur, həm də əmələ gələni soruşur. Nə gözəl. İndi bunu buradan çıxdıq. Ümumilikcə tapdım ki, mənim 220 dənə bir dənə zəncirimdə. Bir zəncirimdə 220 oldusa, digər zəncirimdə də 220 olacaq. Cəmi 440 dənə molekulda nukleotid var. Bunu bildik. İndi bayaqçı kimi çəkirəm. Niyə çəkirəm, orasını deyəcəm. Mənə deyir ki, əgər bu molekulda 4 rabitə əmələ gətirən nukleotid sayının 5 rabitə əmələ gətirən nukleotid sayına
Siz də bilirsiniz ki, adeninlə timin zəncirin əvvəlində gəlirsə 4 rabitə əmələ gətirir. 3 rabitə yox, 3 rabitə. Zəncirin əvvəlində 2 hidrogen, bir dənə də kovalent. Zəncirin ortasında gələndə artıq 4 rabitə əmələ gətirir ortada yerləşəndə. Guaninlə də sitozin zəncirin əvvəlində gəlirsə, əvvəlində 3-4 rabitədir. Ortada gəlirsə 5 rabitədir. Bunu bir dənə çəkək göstərim. Bax, fərz elə ki, bu bir dənə tutalım ki, bura hissə balacadır. Məsələn, belə götürüm, elə yaza deyim. Tutalım adeninlə bu zəncirin əvvəlindədir timin. Zəncirin əvvəlində gələndə bax 2 qat hidrogen rabitəsi bu. Bir də bunun pentozazı ilə ortofosfat turşusunun arasında bir dənə kovalent rabitə əmələ gəlir. Ona görə deyirlər ki, zəncirin əvvəlində gələndə 3 rabitədir. Amma zəncirin tutalım ortasıdır. Adeninlə timin 2 qat bu. Bir yuxarıdakı nukleotidə birləşir, bir də aşağıdakına. 2 bu, 2 bu. Ortada gələndə 4 rabitə əmələ gətirir. Guaninlə sitozin zəncirdir. 1, 2, 3. 3 dənə hidrogen burada, bir də aşağıdakına birləşir. 4 rabitə zəncirin əvvəlində gələndə. Amma ortada gələndə 1, 2, 3. Bir zəncirin yuxarısına birləşir, bir aşağısına, bir də 3 dənə bu. 5 dənə hidrogen rabitə. Aha, bax bunu buradan alırıq. İndi deyir ki, əgər bu molekullar 4 rabitə əmələ gətirən nukleotidin sayı 5 rabitə əmələ gətirən nukleotidin sayına 4/7 nisbətdir. Plus da sənə deyir ki, zəncir sitozinlə başlayıb guaninlə bitir. Bura yazıram. 1, 2, 3. Sitozinlə başladı, guaninlə bitdi. Guaninlə başladı, 1, 2, 3. Sitozinlə bitdi. Bu hissəsini bildik. İndi arxasını oxuyuram. Deyir, 4 rabitə əmələ gətirən nukleotid sayının 5 rabitə əmələ gətirən nukleotid sayına 4/7 nisbətindədir. Onda bu DNT-ni bura qədər hələ bu hissəsinə qədər dayanaq. İndi 4 rabitə əmələ gətirən nukleotid sayının mən də bildim ki, mənim ortada yerləşən 4 rabitə əmələ gətirənim adeninlə timindir. Deməli, adeninlə timindən 4 pay verib. Guaninlə sitozində, çünki deyir 5 rabitə əmələ gətirən nukleotid sayına. Guaninlə sitozin də ortada yerləşəndə 5 rabitə əmələ gətirir. Guaninlə sitozinin sayı da 7 verib. Bu hissəsini bildik. Bildik ki, 4 pay adeninlə timindir, 7 pay da guaninlə sitozindir. İndi mən bayaq 219 vermişdi deyə ümumi 440 dənə nukleotidi tapmışdım. 4 pay adeninlə timindirsə, 7 pay guaninlə sitozindirsə, burada neçə pay eləyir? 7-nin üstünə 4, 11. Cəmi 11 pay mənim nukleotidlərim var. İndi ümumi 11 pay nukleotidim 440-dadır. Bunu bildik. Ümumi 11 pay nukleotidim 440-dadır. Bəs 1 pay tutalım adenin nə qədər olacaq x? 1 pay adenini tapacağım buradan. Buradan tapdım 40 və ya adenin olmasın, guanin olsun, sitozin olsun 1 payla gedirəm də. Yəni başa sala bildim, 1 hissə ilə gedirəm. Adenin də 1 hissədir, timin də, guanin də 1 hissədir, sitozin də. 11 hissə olanda 440 olur. 11 də bu 7 ilə 4-ü topladım. 1 pay olanda nə qədər olur? Tapdım buradan 40. Bura qədər gəldim. İndi gəlin gedək. İndi 1 hissə olanda 1 hissəm mənim 40 nukleotiddir. Bu məsələnin şərtində 4/7 verib. Gəlin adeninlə timinin sayını tapaq. 4 hissə olanda nə qədər olacaq? X. X bərabərdir 160. Buradan tapdım ki, mənim adeninlə timinin sayı 160-dır. Sonra bu tərəfə gedirəm. 1 hissə olanda yenə 40. 7 hissə olanda nə qədər olur? Çünki 4/7 kimidir. 7 hissədə olanda 4 dəfə 7 28, 280. 280 də guaninlə sitozinin payına düşür. Aha, bu hissəni bildik. İndi deyir DNT-nin ikiləşməsi zamanı qırılan və əmələ gələn hidrogen rabitələrinin cəmi nəyə bərabərdir? Buradan tapdınız ümumi. DNT də ikiləşir, 2 üstü 2, 4. Buradan tapdınız ümumi ki, bizim 40 vurduq da, 40-ı 4-ə 160. 160 dənə adeninlə timinim oldu. 280 dənə də guaninlə sitozinim oldu. Bu 280-də necə olur? Guaninə düşür 140, sitozinə də düşür 140. Adeninə düşür 40, timinə də düşür 40. Bunu bildik. İndi hidrogen rabitələrimizin sayını tapaq. Ümumi hidrogen rabitələri bərabərdir. Nukleotidlər üstə gələk guanin. Ümumi nukleotidlərim nə qədər idi mənim? Ümumi nukleotidim mənim 440 idi.
Bax, mən silib yazıram ha. Siz sıralamanı yaza-yaza gedin ki, dəftərinizə baxdıqca hardan nə gətirirəm biləsiniz. 440 üstə gələk guanin. İndi burada baxın. Məsələnin şərtində deyir ki, zəncir stozinlə başlayır, guaninlə bitir. Stozinin qarşısına 1, 2, 3 guanin, guaninin qarşısına 1, 2, 3 stozin. Mən də bayaq tapdım ki, 7 hissə oldu guanin. 280 dənə guanin, stozin tapmışdım. Bunun ortada yerləşənə 140-a stozin burada düşür. 140-a da guanin burada düşür. Ay dədə vay. Üzr sayın. Aha. Yenə stozin 1, 2, 3 guanin. Guanin 1, 2, 3 stozin. Aha, tapdım 280 guanin və stozin. Bunun 140-ı birinci zəncirə düşdü guaninin, 140-ı da ikinci zəncirə. Yəni tam stozində bunun qarşısında guanin durur. İndi ümumi zəncirdə neçə guanin var? 140 guanin buradan, üstə gələk bir zəncirin əvvəlindəki, bir də zəncirin sonundakı. Eləyir 142 guanin. Bunu da bildik. İndi hidrogen rabitəsi bərabərdir. Ümumi nukleitlər üstə gələk guanin. Ümumi nukleiti tapmışammı 440? Üstünə gələm guanin. Guanini nə tapdım? 142. Bu da eləyir 2, 4-ün üstünə 4, 8, 582. Ümumi hidrogen rabitəm 582-dir. İndi DNT-nin ikiləşməsi zamanı qırılan və əmələ gələn hidrogen rabitəsi. Ümumiyyətlə DNT özünü ikiləşdirir, 2 üstü 2, əmələ gəlir 4 dənə. Elə hər ikisini soruşur. Qırılanı da, əmələ gələni də soruşduğu üçün 4-ü vurarsan 582-yə cavabı tapasan. Bu məsələ uzun məsələdir. Sıralama ilə dəftərinizdə yaza-yaza gəlin ki, cavabı tapa biləsiniz.